Salam, hörmətli valideynlər, beşincilər və izləyicilər. Hamınızı salamlayıram. Bugün səhifə riyaziyyat kitabından, 5-ci sinif riyaziyyat kitabından, deməli, bax bu kitabdan, birinci hissə, 5-ci sinif, səhifə 33-də olan misallardan bəhs eləyəcəyim sizə. Səhifə 13-də 12 ilə başlayır. Bu misallar ki, yuxarıda görürsünüz, 33-cü səhifədədir, amma 32-yə aiddir. Bunu eləmişik əvvəlki videoda, 33. 12. 12'də nə deyilir? 12'də deyilir ki, bax belə verilib. 26, 30, 35, 42 və s. Yəni bunlar 26 ki var. Hansı ədədlər 26-nı hansı ədədlərə bölmək olur? 2 dənəsini biz seçməliyik. 30 hansı ədədlərə bölünür? İkisini seçməliyik. Ki 30 onlar üçün 26, 30 ekob olmalıdır. Bax belə də yazmışam. Hansı 26-nı hansı ədədlərə bölmək olar? Mən 26-nı hansı ədədlərə bölmək olar? Deməli ki, fikirləşəndə yazıram ki, 26-nı 2 və 13. İndi istənilən hansına uyğundursa siz də yaza bilərsiniz. Bəlkə var, mən bilmirəm. 2 və 13-dür. 26-nı 2-yə də bölmək olur, 13-ə də. İndi 30-u hansı ədədlərə bölmək olar? 30-u bölmək olar 10-la 15-i götürmüşəm. Bəlkə 5-lə 3-ü götürəcəksiniz. Mən götürmüşəm 10-la 15-i. 5-lə 3 də olar. 30-u 10-a da bölmək olar, 15-ə də bölmək olar. 35-də isə 35-in böləni isə 5-lə 7. Vurma cədvəlindən bilirik ki, 5-də və 7 yazdım əvvəl, eyb yoxdur 5. Əslində kiçik ədəd əvvəldə olmalıdır. Siz yerini dəyişib yazarsınız, qaralamıram. 42. 42 bölünür, deməli, 42 bölünür 6-ya, 7-yə. 42 üçün mən fikirləşib belə yazaram. 42 2-yə bölünür. 2-yə, 2 yerə, kiçigini yazıram. Bir də bunun yarısı 21-ə. Yəni 6, 7 də götürmək olardı. Mən belə götürdüm. 2 ilə 21. Siz isə kimsə istəyirsə 6, 7 götürsün. Belə. İndi isə gəlir 56. 8 ilə fikrimdə tutmuşam ki, mən 56 üçün 7, 8 olar. Vurma cədvəlindən biri. 7, 8. Mən burada 8-i götürürəm. Deyəcəksiniz ki, müəllim yenə kiçigi arxaya yazdı. Yox, burada isə 56-nın yarısı var, 28. Onu yazacağam. Yəni 56-nı 28-ə bölsək 2 düşər. 56-nı 8-ə bölsək 7 düşər. Bəli. Sonra bizdə gəlir 70. 70-i hansı ədədlərə bölə bilərik? 7 və 10-a bölmək olar. Yəni ki, bunları mən seçmişəm özüm. 55 5 ilə 11 götürək. 5 və 11-ə bölünür 55. Sonda ki, qaldı 65. Bunu da biraz belə götürürəm. 5-ə bölünür. Birdən bölürəm elə 65-in özünə. 2 dənə belə ədəd götürdüm mən. Bu, deməli ki, 33-də olan 12 nömrəli misal idi. Səhifə 33-də. İndi 33-də 13 nömrəliyə baxaq görək. 13 nömrəlidə nə deyilir? 13 nömrəlidə deyilir ki, uşaqlar, Lalənin 24 oyuncağı var. Yazmışam belə. Lalənin 24 oyuncağı var. O oyuncaqları hədiyyə qutularına bərabər sayda yığmaq istədi. Qutuların sayı, oyuncaqların sayı necə ola bilər? Məsələn, oyuncaqların sayı 24-dürsə, yazmışam burada uşaqlar, görürsünüz yəqin ki. Oyuncaqlar 24-dürsə, öz yaxında olan bir bacısına verirsə evin içində bir qutuya toplayar, elə 24-ünə bir qutu lazım olar. Yox, əgər qardaşı da varsa və yaxud da digər bacısı varsa, 2 nəfərə vermək istəsə, 24 oyuncağı 2 qutuya yığar. Hər qutuya 12. Deməli, bir qutuya 24 oyuncağı gedirdi. 2 qutuya 12 oyuncaq. Qutuların sayı artdı, 2 qutu oldu, oyuncaqlar yarı bölündü. 3 qutuya yığarsa 24'ü 3 yerə bölməlidir. 24 oyuncağı 3 qutuya görə 3 pay qoymalıdır, 3 hissəyə ayırmalıdır, 8. 24'ü 4 qutuya yığarsa hər qutuya 6 və yaxud da 24'ü
daha 6 yerə bölmək olar da. 6 qutuya 5 yazmamışam. 4-dən 6-ya keçmişəm. 24-ü 6 yerə bölmək olar. 6 qutuya yerləşdirmək istəyirsə, hər qutuya 4 oyuncaq düşəcək. Və beləliklə axırda 24-ü bəlkə bütün 20 axırıncısını deyirəm, bunları demirəm. Siz belə bu qaydada yazarsınız. Oyuncaqları əgər sinif yoldaşları sinifdə 24 uşaqdırlarsa, özü də onlarla birlikdə 24 qutuya yığarsa, 24 qutuya hərəsinə bir oyuncaq qoyub hədiyyə hazırlayarsa, onda hər qutuya bir ədəd oyuncaq düşəcək. 24 oyuncaq daxı. Deməli, qutuların sayı artan qədər oyuncaqlar, qutunun içindəki oyuncaqların sayı azalır. İndi keçək biz bu məsələyə. Səbinənin fikri doğrudurmu? 2 natural ədəddən böyük olanın bölənlərinin sayı çoxdur. Səbinə fikirləşir ki, 2 natural ədəddən hansı ki böyükdürsə, onun sayı çoxdur. Bu olacaq məsələ 14. Məsələ 14. Səhifə 13-dədir bu da, 33-dədir. Səhifə 33-də. Səbinənin fikri belədirsə, gəl belə deyək, onda nümunələrlə izah eləyirəm sizə uşaqlar. Məsələn, götürürəm 6 və 13 ədədlərini. 6 və 13 ədədlərini götürürəm. 6-nın bölənlərini mötərizədə yazıram, 13-ün də bölənlərini. 1, 2, 3, 4-ə bölünmür, 5-ə bölünmür, 6-ya. 6-nın 4 dənə böləni var. 13-ün isə 1, bir də 13. 2 böləni var. İndi daha başqa bir ədəd də götürək. Bəlkə bu 13 deyəcəyiz ki, sadə ədəddir, müəllim sadə ədədi götürdü. İndi götürürəm 18 və 27. 18 və 27 ədədlərini götürürəm. 18 burada yazıram, 27. Görək Səbinənin fikri burada necədir? 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünür, 4-ə 5-ə bölünmür, 6-ya bölünür, 7-yə 8-ə bölünmür, 9-a bölünür, bir də 18-in özünə bölünür. 27 1-ə bölünür, 2-yə bölünmür, 3-ə bölünür, 3 dəfə 9, 27 və bir də bölünür, 27 bir də bölünür 9-a və 27-nin özünü. Deməli, kiçik ədəd, kiçik natural ədədin var 6 dənə böləni. Böyük natural ədədin var 4 böləni. Burada da yenə Səbinənin fikri özünü doğrultmadı. Amma Səbinənin fikrinin düz olan halları da olur. Elə bir vaxt olur ki, uşaqlar, elə bir ədədlər verilir ki, kiçik ədədlərin böləni çox olur. Böyüklərin az olur buradakı qaydada. Elə də olur ki, kiçiklərin az olur, böyüklərin çox olur. Kiçiklərdə az olur, böyüklərdə isə çox olur. Məsələn, burada istəyirəm götürəm böyük bir ədəd 60 və 6. 60-ın bölənləri 1, 2, 3, 4, 5, 6, 10, 20, 30, bəlkə yaddan çıxan da oldu. 60-ın özü. 15 də olur bu arada. 15 yazmadım. 10, 15, 15 də var. 6-nın bölənləri isə 1, 2, 3, bir də 6. Görsən, burada böyük ədədin bölənləri çox oldu. Burada isə az oldu. Deməli ki, bu bir böyük ədədin bölənləri də çox ola bilər, kiçik ədədin də bölənləri çox ola bilər müqayisədə. Verilən ədədlərdən asılıdır. Dəqiq Səbinənin dediyi kimi ki, yalnız böyük ədədlərin bölənləri, böyük natural ədədin böləni çoxdur. Bu fikir doğru deyil. Ona görə də burada cavabda nə yazırıq biz? Cavabda yazırıq ki, görək hara qeyd elədik onu. Misalı mən hardasa yazdım. Deməli, siz deməli ki, cavabda yazırsınız ki, Səbinənin fikri doğru deyil. 33-cünü açaq, hələ ki 32-dəyəm. 33. 33, baxın, burada. Səbinənin fikri doğru deyil. Cavab yazırsınız.
Səbinənin fikri doğrudurmu soruşur bizdən. Doğru değil. Değil. İndi keçirik Səbinədən sonra gəlir. Elxan fikrində 15-dir. Elxan fikrində 40-dan kiçik bir ədəd tutub. Bu ədədin 6 böləni var. 6 böləni var. Bu ədədin 6 böləni var. Bölənlərdən biri də 10-dur. İnşallah bax 40-dan kiçik ədədlər 10-a bölünənlər ancaq bunlardır. 10, 20, 30. 10-a bölünən bir də bölənlərin biri 10-dursa, bax 10-dur, 20-dir, 30-dur. 6 dənə bölən olan ancaq 20-dədir. 1, 2, 3, 4, 5, 6. 30-da çoxdur, 8-dir deyəsən. 1, 2, 3, 4, 5, 6, 7, 8. 10-da isə azdır. 4 dənədir. Bunlara mən cavab 20-dir. Bunlara belə bir işarə qoymuşam. Yəni, bax, bunlar deyil. 10-dan, bu işarə, yəni bu deyil. 30 da deyil, 40-dan kiçik olan ancaq 20-dir. Cavab 20. İndi bu bizim neçənci idi? 14-cü. 15-ə baxaq. Uzunluğu, bax, bu şəkildən göstərəcəyim sizə uşaqlar. Belə lent verilib. Birinin uzunluğu 40 santimetrdir, digəri 32 santimetrdir. Belə də deyilib. Bu lentlərin uzunluğu bərabər kəsmək lazımdır. Bərabər yerlərə bölmək lazımdır. Bu hissələrin uzunluğu neçə santimetr ola bilər? Lentləri bu qayda ilə kəsdikdə alına bilən ən uzun hissə neçə santimetr olar? Bu bölmək, neçə hissələrə bölmək artıq bölənləri tapmaqdır. Bu məsələ 16-dır. 16-da baxırıq. Lentlərimizin birinin uzunluğu 40, digəri 32-dir. Yazıram bax burada. Siz də belə yazırsınız. 40. Bu da 32. Biraz iri yazıram ki aydın düşsün. Bunun bölənlərini yazıram. 1-ə, 2-ə, 3-ə bölünmür 4-ə, 5-ə, 6-ya bölünmür 7-yə yox, 8-ə bölünür. 9-a yox, 10-a bölünür. 15-ə bölünmür 20-yə, 40-a. Bağlayıram 30 mötərizəni. 32-də 1-ə, 2-yə, 3-ə bölünmür 4-ə, 5-ə bölünmür 6-ya bölünmür 7-yə yox, 8-ə bölünür. 9-a 10-a bölünmür 16-ya və sonda 32-yə. Yəni ki, bu sarı lent üçündür. Bu isə deməli bənövşəyi lent üçündür. Neçə yerlərə bölmək olar? Bərabər sayda. 2 yerə bölmək olar. Bax, bu altından qırmızı. 2 yerə bölmək olar hər ikisini, bərabər düşər. Yəni, 40-ı da 2 yerə bölürük. 40 böl 2. 20 santimetr. Sonra bu deməli bu sıranı yazacağam. Fioletvoy bənövşəyi lent üçün. Bu tərəfi isə yazıram sarı lent üçün. 32-ni də bölürəm 2-yə. 16. Burada görürsünüz ki, bənövşəyi lentin uzunluğu çox oldu. İndi hansına bölürəm? 4 var burada. Burada da 4 var. Hər ikisini 4 yerə bölürəm. Eyni bərabər bölməlidir. 40-ı bölürəm 4-ə. 10 santimetr. 32-ni də bölürəm 4-ə. 8 santimetr. Daha bir, yenə də altından xətt çəkilməli burada var. 8. 8 yerə bölmək olar. Hər ikisini eyni sayda bölmək lazımdır. 8, 8. 40-ı da bölürəm. 40-ı bölürəm 8-ə. 5 sım. Əslində buralarda da santimetr yazmalıydım, yazmadım. 32-ni də bölürəm 8-ə. 4 santimetr. Bax, bu bərabər hissələrə bölmək olar. Sual soruşur indi bizdən. Sonunda belədir ki,
Lentləri, birinci sualı belədir. Bu hissələrin uzunluğu neçə santimetr ola bilər? Tapdıq. Bu hissələrin uzunluqları belə ola bilər. Bənövşəyi lentin uzunluğu 20, 15. Sarı lentin uzunluğu 16, 8, 4. Bu 4'dür. 7 oxşuyur, amma 4'dür. Sonra ikinci sual budur ki, lentləri bu qayda ilə kəsdikdə alına bilən ən uzun hissə neçə santimetrdir? Bu qayda ilə kəssək, ən uzun hissə bənövşəyi lentdə deməli 20 santimetrdir ən uzun hissə. Yazmağa burada yer yoxdur. Ən uzun hissə. Hardan yazaq? Yox, yazmıram elə. Ən uzun hissə siz yazarsınız cavab kimi aşağıda 20 santimetrdir. Bənövşəyi lent üçün. Narıncıdır yaxud da sarı. Sarı lent üçün isə 16 santimetrdir. Ən uzun hissə. Bunları soruşur. Məsələ 17. 17-də deyilir ki, baxın uşaqlar şəkildən yenə izah edəcəm sizə. Belə bir gül dükanında görmüsünüz. Gülləri bax belə bir böyük qabda saxlayırlar. Gül istəyəndə biz buradan götürüb verirlər. Qızıl gül və nərgiz gülü var. Qızıl güllərin sayı 54'dir, nərgiz güllərinin sayı isə 45'dir. Həmin qaydada yenə də bunları ilk növbədə belə deyim ki, gəl belə izah eləyim. Bir qaralama bir kağızda əvvəl onu izah eləyim, sonra dərsə keçmək istəyirəm mən. Sonra izahını. Fərz eləyək ki, uşaqlar, bax belə qızıl güllər 54 dənədir. Yazıram 54 dənə. 2 yerə bölürəm bunlar. Bu qızıl güllər, vedrədəki gülləri 2 yerə bölürəm. Olacaq 27 dənə. 27 qızıl gül. O birisində də 27 qızıl gül. G hərfi yazaq üstünə. Qızıl gül. Bərabər düşməlidir. Deyir ki, hər hamısına dəstələrə bərabər düşməlidir. Nərgiz isə 45'dir. 2 yerə böləndə nərgiz birinə 42 düşür. Buna 42 yox, 22. Buna isə 23 düşür. Deməli ki, bərabər olmayacaq. Bu olacaq 50 dənə bu dəstədə, bunda olacaq 49 dənə. Bərabər olmayacaq. Bəs bərabər olmağın yenə də bölənlərə ayırmaq lazımdır. 54'ü də, 45'i də. 54 bölənləri tapırıq. 45'in də bölənlərini tapırıq. 1'ə bölünür, 2'yə, 3'ə bölünür, 4'ə bölünmür, 5'ə bölünmür, 6'ya, 7'yə, 8'ə bölünürmü? Yox, 9'a, 54, 9'a bölünür. Daha hansı hissələrə bölünür? Görək. 9'a bölünür. Hələ ki, burada saxlayaq. 9, 54 bölünür 27'yə və 54'ün özünə. 45 1'ə bölünür, 2'yə bölünmür, 3'ə bölünür, 6'ya bölünmür, bu 5'ə bölünür, 6'ya bölünmür, 7, 8, 9'a bölünür, 10'a bölünmür, 15'ə bölünür, bir də 45'ə bölünür. Baxaq görək, eyni olanlar 3'dür. 3. Altına xət çəkirəm, burada da 3. Hansı var eyni olan? 9. 9. Deməli, 54'ü bölürük 3 yerə. Qızıl gül, G hərfi yazıram burada. Qızıl gül. Çünki birinci 3 yerə bölürük. Həm nərgiz gülün, həm də qızıl gülü. Qızıl güllər üçün G hərfi yazdım. Nöqtə. Deməli, 54'ü bölürəm 3'ə. 18 eləyək. Bir dəstədə 18 dənə qızıl gül. Görək nərgiz gülü nə qədərdir? Bu da N, nərgiz gülü. Yoxsa buradan yazaq nərgiz gülü. Nəysə yazdım buradan elə. 45'i də bölürəm 3'ə. 45. 54 böl 3 yazmamışam burada. 18. 45'i də niyə görə 3'ə böldüm? Çünki hər ikisində 3 var idi. 3 eynidir. Bunda 1 var, burada da 1 var. Birdən fərqli ədədi tapın deyir. 2 burada var, burada yoxdur. 3 ikisində də olduğu üçün 3'ə böldüm. 45'i 3'ə bölsəm 15. Deməli, bir dəstənin içərisində
Bax belə bir gül çəksək, bax burada belə bir gül dəstəsinin içində olacaq. Bir qabın içindədirsə də bu. Belə bir gül qabının içindədirsə, bunun 18'i qızıl gül olacaq. 18'i qızıl gül. Üstə gəl, 15'i də nərgiz gülü olacaq. İkinci, bu dəfə ikisində də 9 var. Qızıl gülü, yenə də yazıram qızıl gül. Bu da nərgiz gülü. Bölənlərini tapıram. Yox, bölənlər var. Qızıl gül oldu 54. 54 bölürəm 9'a. 54'ü 9'a bölsəm 6 düşər. Nərgiz isə 45'dir. 45'i 9'a bölsəm 5 düşəcək. İndi burada 3 dənə bu gül dəstədən olacaq. Bu güldandakı güldən 3 ədəd. Bax buradan 3 dəstə. Çünki 3 yerə böldük də. Qızıl gülü 3 yerə böldük. O birisini də 3 yerə bölüb birləşdirdik. Bu güldən 3 dəstə olacaq. Burada isə 9 yerə böldük. 9 dəstə olacaq. Yenə də həmin gülləri bax burada çəkirəm. Belə bir qabın içində. Bu güldən isə 9 dəstə olacaq. Bəs bu 9'unda azdır da onda güllərin sayı. Burada olur 33 dənə. Bir dənə. Burada var deməli ki bir dəstədə 33 dənə. Burada isə 6 üstə gəl 5. 6 üstə gəl 5, 11 dənə. Deməli 9 dəstənin hər birində 11 gül var. 6'sı qızıl güldür, 5'i nərgizdir. Bu da bax belə bunları tapmaqla tapdım uşaqlar. Sualları nə idi? Bəs bu güllərə aid suallar idi ki, hər dəstədə neçə gül ola bilər? Hər dəstədə ola bilər 33 və 11. 33 dənə gül varsa 3 dəstə yığmaq olacaq. 11 dənə gül varsa 5'i nərgiz, 6'sı qızıl gül, 9 dəstə yığmaq olar. Gülləri bu qayda ilə böldükdə dəstələrin sayı ən azı neçə ola bilər? 3 ola bilər. Dəstənin ən azı gül dəstələrinin ən azı sayı 3 dəstə ola bilər. Ən çoxu da 9 dəstə. Bundan çox bölmək olmur. Bərabər düşməyəcək. İndi sonra bir dənə də məsələmiz var uşaqlar. Bu gəmilərə aid olan məsələdir. Limana yük gəmisi 6 saatdan bir gəlir. 6 saat, limana yük gəmisi 6 saatdan bir, burada vergül qoyaq. Sərnişin gəmisi isə 4 saatdan bir gəlir. Növbəti dəfə yük və sərnişin gəmisi neçə saatdan sonra eyni vaxtda yaxınlaşacaq, limana yaxınlaşacaq. Təsəvvür elə ki, bu dəqiqə yük gəmisini mən Y hərfi ilə yazıram. Y hərfi. Y, yanında da yazıram gəmisi. Bu da sərnişin gəmisi. S, gəmisi. Nöqtə qoyaq hər ikisində. Qısa yazdığımız üçün nöqtə qoyuram. Və limandır. Fərz eləyək limandadır. Yük gəmisi, sərnişin gəmisi. İkisi də buradadır. İndi bunlar bu limandan çıxır, gedir. Deməli ki, bu limandadır. Növbəti dəfə bu nə vaxta qədər gedib neçə saatdan sonra qayıdacaq? 6 saatdan sonra gedir. 6 saat gedir bu. Fərz eləyək ki, bu getdi birinci dəfədə 6 saat yolda oldu. İkinci gəmi isə 4 saat yolda oldu. Sərnişin gəmisi 4 saat. Az gedir. 4 saata gedir, qayıdır həm də. Gedir, fərz elə ki 4 saata gəlir, gerək deyərdik burada gəlir. İndi növbətli bu gedib qayıdır. Deyək ki biz burada deməli başqa bir bu yük gəmisi olduğu yerdən çıxır. Sərnişin gəmisi də gəlir hara? Gəlir limana. Limana yaxınlaşacaq. Mən burada limanı da bax belə bir formada çəkirəm. Bu da limandır, L hərfi. Liman gəmilərin dayanacağıdır. Şəhərdə bir liman ola gərək ki, gəmilər orada
yük götürür və yaxud da adamları götürürlər. 6 saat gəldi. Daha bir 6 saat da gəldi. Limana çatdı. 2 dəfə gedəndə sərnişin gəmisi isə bu 12 saatın əvəzinə 3 dəfə getməlidir. Axı bu 4 saatdır. Yenə bir 4 saat gedəcək. Bunu da başqa rəng göstərim. Yenə bir 4 saat gedəcək. Yenə bir 4 saat getməlidir ki, 3 dəfə. 3 dəfə deməli ki, sualımız nə idi? Növbəti dəfə yük və sərnişin gəmisi neçə saatdan sonra eyni vaxta yaxınlaşacaq? Bu da 12 saatdan sonra yaxınlaşacaq. Bu da 12 saatdan. Bu deməli ki, 3 dəfə gedir, gəlir. Bu isə 2 dəfə. Asta gedir, bu 6 saata gəlir çıxdığı yerdən. Bunun 12 saata gəlib çatdığı məsafəni sərnişin gəmisi 3 dəfəyə gəlir. 4. Belə bilmirəm nə dərəcədə başa düşdü. Sərnişin gəmisi neçə saatdan sonra eyni vaxta yaxınlaşacaq. Eyni vaxtda bunlar ikisi də eyni vaxta yaxınlaşır. Gəmiyə. 4 saata gedir, qayıdır. Bu isə 6 saata gedir, qayıdır. Fərz eləyək ki, qonşu limana gedib qayıtmağı nəzərdə tutulub. 6 saata bu qonşu limana gedir, qayıdır. Bu 6 saata yaxınlaşanda bu artıq gəlir, bir də gedir. Bunun 3 dənə 4-ü 12 saat eləyir. Bunun 2 dənə 6-sı 12 saat eləyir. Neçə saatdan sonra? 12 saatdan sonra. Cavab 12 saatdan sonra. Sonra. Bu qədər uşaqlar. Səhifə 33 idi. Mən sizə bəyənmək, abunə olmağı deyəsən indi yadıma düşdü. İndi deyim. Mən də sizin kimi yaddan çıxartıram. Görürsünüz. Siz isə çalışın yaddan çıxarmayın uşaqlar. Bəyənin, abunə olun, paylaşın. Gözəl balalar.